Herkese salam. Yerimi rahatlayayım. Yerimi rahatladım, kameranı rahatladım. Bu dönemlərdə bu formatda deməli video çəkməyə çalışıram. Mənim tripod ayarlarının olmaması, tripod ayarları məndə ana uyğun olaraq dəyişir. Bir də görürsünüz ki, çox qəşəng ayarlayıram. Bir də görürsünüz ki, çox qəribə formatda olur. Amma olsun, istədim ki, kartları siz də görəsiniz. Mənim əlim bugün Rumiyə getdi açılım eləmək istəyəndə. Düşündüm ki, mənim 2 ədəd Rumi, 2 ədəd də klassik dəstəm var. Buna görə bir dəstə seç eləyək. Eyni kartların köməkliyi ilə olsun istədim. Və bir ağ, bir də qara bir daş seçdim. Gərçi bunların real doğal taş olduğuna inanmıram. Amma yenə də, hani bunların adı doğal taş gedir. Səhv eləmirəmsə, bu nə idi bu? Daşların adını unutmuşam. Qara rəngdə olanın aqat deyildi bu. Aqata oxşuyur, aqat deyil bu. Gərçi aqatın hər türlü fərqli formaları olur, amma bunun adı var idi özəlliklə. Amma mən hal-hazırda unutmuşam. Bu da ay daşı olaraq pazarlayırlar, amma məncə şüşədir bu. Doğal taş olduğunu düşünmürəm. Fikirlərimi dedim. Nəysə, deməli yenə də ağ-qara daş deyirəm buna görə. Yay. Deməli, bugünkü mövzumuz nədir? Bugünkü mövzumuz həyatımızdan nə gedir, həyatımızda nə qalır budur. Bugün bunları dəyərləndirəcəyik. Mən 2 dəstə edəcəm bu kartların köməkliyi ilə. Siz də onlardan birini, hansı sizə uyğun gəlir, onu seçəsiniz. Mən birinci dəstə ilə başlayım. Birinci dəstəni qarışdırım. Birinci dəstə direkt öz sözünü deyir. Kupa kralı. Birinci dəstənin böyük ehtimal ki, ya izləyənləri, ya da ağlında olan partnerlər daha su elementi daşıyan insanlardır. Su elementi basqın insanlardır. Yəni ki, duyğusal insandılar, emosional insandılar, sonracığıma, hissləri, necə deyim, dolu yaşayan, pisi də, yaxşısı da dolu yaşayan insandılar. Sevdi mi yaxşı sevən insandılar, güvənilir insandılar, bax belə deyə bilərəm. Və yaxud da siz balıq, xərçəng, əqrəb bürcünə sahib bir insan ola bilərsiniz. Hadi bakalım, və ya partneriniz. Bu ikiniz üçün də keçərlidir. Birinci dəstədə direkt bir insanı bizə göstərdi, bir xarakteristika kartı çıxardı, bir kupa kralı çıxardı. Niyyət edirəm, edəcəyim bu açılımın sizə şəfa olmasına, bütünün ən yüksək xeyrinə olmasına və unutmayın ki, bu açılımlar kollektiv açılımlardır. Məndən şəxsi seans almaq istəyirsinizsə, həm mənim WhatsApp kataloquma çata bilərsiniz, həm ki, bu arkadaş uzun zamandır video çəkmir deyə unutmuşam təqdimatı. Mənim rəylər hissəmdə, videonun rəylər hissəsində. Orada mənim telefon nömrəm var, orada mənim Instagram hesabım var. Bunların vasitəsilə mənlə əlaqə saxlaya bilərsiniz. Oradan seansların məlumatına və yaxud da ödənişlərinə çata bilərsiniz. Hətta Instagram səhifəmi davamlı izləyərək fərqli yeni məlumatlar da əldə edə bilərsiniz. Bu dönəmlərdə aktiv istifadə eləməyə yönəlmişəm. Çünki biraz spiritual enerjim yüksəlib kimi hiss edirəm. Buna da dəyərləndirmək istədim. Həm mən bəhrələnim, fərqindəlik qazanım, həm də siz. Deməli, birinci dəstənin həyatına nə gəlir və nə gedir? Buna baxaq. Bunları qırağa çəkin, mənə mane olmasınlar. Bu ikinci dəstəndir. Burada qalsın. Yayanda kart seçməyə mənim üçün rahat olsun. 1, 2, 3, 4, 5. Bu arada bir şey deyim, mən açılım eləyəndə bəzi insanlar var ki, məsələn 4-3 ədəd seçir, mən 5 ədəd seçməyi daha çox sevirəm. Onda rəngarəng olur açılım, mənim düşüncəmə əsasən. İndi ikinciyə keçək. Rumidən də dəstək alaq bu kartlar üzrə. Görək, birinci dəstəni seçənlərin həyatına nə gəlir və nə gedir? Kart özü atdı. Kartın atmağı o enerjinin ya basqınlığı ilə bağlıdır, ya da o enerji ilə bizə məlumat verməyi mənasındadır, biləsiniz. Rumidən də seçək. 1, 2, 3, 4, 5.
Aha, indi birinci dəstənin dəstələrini kənara qoyaq, qarışmasınlar. 5 ədəd seçdim. Hə, 5 ədəd seçmişəm. Bu belə. Bunu kənara qoyum, yenə əlim ayağıma dəyməsin. İkinci dəstəni seçənlər, bax, ikinci dəstəni seçənlər üçün də kart atır. O da bollluq, bərəkət və sizə gələn hər hansısa bir maddi, mənəvi, tatmin edici bir təşrif və yaxud da xəbərlə bağlıdır. Və yaxud da maddiyyatla əlaqəlidir. İkinci dəstəni seçənlər üçün onların həyatına nə gəlir və həyatından nələr gedir? Bu arada bu açılımı eləməyimin səbəbi bilirsiniz nədir? Siz biləsiniz ki, həyatınızda tam olaraq aktiv hansı enerjilər var. Bu potensialları istifadə edərək, deməli, önünüzə yeni həyatınıza və yaxud da önünüzü daha yaxşı görəsiniz və yaxud da ehtimalları daha yaxşı görəsiniz. Hadi bakalım. İkinci dəstəni seçənlər, onların həyatına nələr gələcək, nələr gedəcək? 1, 2, 3, 4, 5. Denge kartı. Bu da Rumisi. İkinci dəstəni seçənlərin həyatına nələr gəlir və həyatından nələr çıxır? Aha, kart özü atdı deyə bunu götürəcəm. Çünki direkt özünü atdı. Hətta bura atdı deyə bunun altına götürəcəm bunu. 1, 2, 3, 4 atılmışdı, bu da 5. Görən burada nə deyəcək? İkinci dəstədə, birinci dəstədə çox danışan idi. İfadə etməsi gerəkən kartların bir takım məlumatlar var, böyük ehtimal. Bu da ikinci dəstə. Oy. İndi mən bir hardasa 15 saniyə səssiz qalacağım. Siz bu 15 saniyədə seçim edəsiniz. Ya birinci dəstəni seçəsiniz, ya ikinci dəstəni. Sualınızın cavabı sizi hansı dəstə şəklində çəkirsə, onu qəbul edin. Sualı verin öz-özünüzə. Hansı dəstə sizi çəkici gəlirsə, onu özünüzə götürün. Məncə yetərlidir. Birinci dəstədən başlayaq. 1, 2, 3, 4, 5. 1, 2, imparator. 3, 4 və 5. O, kılıç ikili. 20-21. Burada dəqiq tamamlanmalar var. Burada baya tamamlanmalar var. Yəni bir mövzu ilə əlaqəli dəqiq fikir alıb, artıq dəqiq, necə deyim, zihninizdə düşünüb, bir şeyləri oturtub, ondan sonra qərar alıb, o mövzunu bitirmək var zihninizdə. Bitirmək yaxşı şəkildə də ola bilər, pis şəkildə də ola bilər. Yəni bir münasibəti, bir durumu, bir halı bitirmək və ya onu daha fərqli formada həyatınıza almaq, təqdim eləmək. Təqdim eləmək niyə dedim? Mən mi təqdim edirəm deyə bu söz ağzıma gəldi, yoxsa burada da mı bir təqdim etmə durumu var? Düşündürücü. Kimləsə uyumlansam, mənə rəylərdə bunu desin. Çünki bəzən istəmədən ağzımdan hər hansısa bir söz qaçıra bilərəm və bu açılımla bağlantılı ola bilər. Deməli, həyatınızda, bir dəqiqə suala təzədən baxım, həyatınızda nə çıxır, nə qalır həyatınızda? Həyatınızdan çıxan durumları nəzərə alacaq olsaq, həyatınızda artıq uzun müddətdir ki, özünüzü geri çəkmisinizsə,
Bax, Aslan Adam kartı ilə özünüzü geri çəkmisinizsə, hər hansısa bir mövzuda dəqiq əmin deyilsinizsə, bu partnerlə bağlı da ola bilər, bu hər hansısa ata fiquru ilə də bağlı ola bilər, işinizlə də, planlarınızla da, layihələrinizlə də bağlı ola bilər. Hər hansısa bir necə deyim, türklər proje deyirik, sənət, sünət, bununla da bağlı ola bilər. Özünüzü geri çəkmişdinizsə, bir mövzuda qərar vermirdinizsə, bu daha çox məncə bir insanla bağlıdır. O mövzuda artıq fərqli bir baxış açısı formalaşdıracağınızı, eyni zamanda o mövzu ilə əlaqəli bir qərar alacağınızı, bu qərara əsasən də həyatınızı bir istək üzərinə daha ön planda daşımağa çalışacağınızı düşünürəm. Bir bakalım. Zamanında sizi yavaşlatan, zamanında sizin önə çıxmağınıza mane olan və ya istəklərinizə qovuşmaqda çətinlik yaradan maneələr və ya bəzi gözləmə halları, bunlar aradan qalxacaq deyə düşünürəm. Uzun zamandır gözlədiyiniz mövzularda hərəkətliliyin olacağını düşünürəm və bu hərəkətlilik sizi uğura aparacaq olan əsas amillərdən biri olacaq. Sizin etməniz gerəkən bu dəstəni seçən insanlar üçün ortaq yola gəlməyi bacarmaqdır. Həm insanlarla, həm öz zehninizdə iki fikir arasında qalmısınızsa bununla bağlı. Hər kəs fərqli düşüncəyə sahib ola bilər. Bu partnerinizlə də bağlı ola bilər. Hər kəs fərqli düşüncəyə sahib ola bilər. Amma günün sonunda orta nöqtə tapılanda, iki insanın da fikri dəyərləndiriləndə və bir qərar alınanda, uyum sağlananda və ya ortaq nöqtəyə gələndə bu həyat daha yaşanılan formada olur deyə düşünürəm sizin üçün. Bir bakalım. Bu dönemlerde məncə egoist davranmamağınız və kəskin olmamağınız sizin üçün daha yaxşıdır. Həyatınızdan çıxan durumlar. Həyatınızdan çıxan durumlar sizin parlamağınıza mane olan, önə çıxmağınızda sizə icazə verməyən ya da hədəflərinizə, arzularınıza, amallarınıza doğru gedən yolda sizə mane törədən və sizi dərindən düşündürən, türklər demiş, aksaklıklar və ya sizi geridə qoyan durumlar. Bax, bunlar məncə həyatınızdan gedir. Önünüzün açıldığını mən düşünürəm bu mövzularda. Və ya sizin hərəkətinizlə, sizin bunu fərq etməyinizlə bu durum həll ola bilər. Və nəzərə alın ki, həyatınızda sizi geri çəkən, sizi axsadan durumların bitməyini istəyirsinizsə, etməli olduğunuz şey mövzunu elinə boyuna düşünməkdir. O mövzu harda başlayıb, mövzu harda bitib? Mövzu nəyə görə başlayıb, niyə görə bitib? Proses necə inkişaf edib və yaxud da siz nə istəmisiniz, nə görmüsünüz? Siz nə gözləmisiniz, sizə nə veriblər? Bunları ümumi şəkildə dəyərləndirib, səbəb əlaqə deməli qura bilsəz zehninizdə, düşünürəm ki, bu problem həll olar və sizə aid olmayanlar həyatınızdan gedər. Bu istər insan olsun, istər durum olsun, daha çox məsələ olduğunu düşünürəm bunun. Sizə aid olanlarsa gələr. Sizə nə gələcək? Yeni bir fərqindəlik gələ bilər. Yeni bir fərqli baxış açısı gələ bilər. Sizi ucaldacaq baxış açısı ola bilər bu və yaxud da sizi amala çatdıran hər hansısa bir fərqindəlik ola bilər. Arzularınızı fərq etdirəcək bir yeni gelişmələr ola bilər ya da hər hansısa bir necə deyim, uzun zamandır gözlədiyiniz bir xəbərin gəlməsi ola bilər. Ondan sonracığıma yeni bir məncə sizin üçün qapı açıla bilər və bu qapıya əsasən siz qərar verə bilərsiniz. Bu qapı əvvəlindəkilər, qapı sonrasındakilər, qapıdan keçmək mənə nələr vəd edir və yaxud da qapının arxasındakilər mənə hansı mövzuda dəstək olur və yaxud da dəstək olmur. Məncə bu mövzuları düşünəcəksiniz. Yəni qapı deyəndə məcazi mənada deyirəm. İndiyə kimi, məsələn, tutaq ki, indiyə kimi bu halda gəlmisiniz, yanınızdakı insanlar və ya durumlar. Bəs bunlardan indiyə kimi sizlə olanların hansı durumlar sizə xidmət edir, hansıları xidmət etmir? Məncə bunu nəzərə alasınız. Və sizə kim xidmət etmirsə bunu keçmişdə buraxmalı, sizə xidmət edənlə də gələcəyə addımlamalısınız deyə düşünürəm. Başqa sizə nə deyə bilərəm? Həyatınıza plan gətirsəz, həyatınıza daha belə, necə deyim, iş mövzusunda
daha stratejik olsaz, daha disiplinli olsaz, düşünürəm ki, daha uğurlu ola bilərsiniz və davamiyyət. Hər şeydən qabaq məncə davamiyyət önəmlidir. Və kiçik fürsətlər gələ bilər. Hətta bir xanımdan addım ala bilərsiniz, bir bəydən addım ala bilərsiniz. Kiçik bir addım deyə düşünürəm. Uzun zamandır gözlədiyiniz maddi durumdan hər hansısa bir xəbər gələ bilər deyə düşünürəm. Bir bakalım başqa nə deyə bilərəm sizin üçün. Başqa nə deyə bilərəm? Səyahətlərə çıxa bilərsiniz arzunuz əsasında, işə görə də və yaxud da arzunuza əsasən hər hansısa bir cəmi yolculuğunuz ola bilər, türklər demiş, və yaxud da hər hansısa dənizi olan, gölü olan bir yerə gedə bilərsiniz deyə düşünürəm. Mənim deyə biləcəklərim bu qədərdir. Bu dönəmdə daha necə deyim, hesablı, kitablı olmağın daha sizə uğur gətirəcəyini düşünürəm. Və sənətlə də məşğul olmağın və yaxud da yeri gələndə dincəlməyi bacarmağın da sizin üçün önəmli olacağını düşünürəm. Bax belə, bu birinci dəstəkdir. Bu arada sizdən bir şey bölüşüm. Öz-özümə düşünürəm, burada açılım elədiyəcəm. Mən əvvəllər açılım eləyəndə hər şeyi, hər cümləmi mütləq şəkildə bir məntiqə uyğunlaşdırmaq çalışırdım. Amma indi düşünürəm ki, bəlkə də anında elə bir söz deməliyəm ki, mən fərqində olmadan, mənim məntiqimə uyğun olmayan şəkildə sizə dəstək ola biləcək bir cümlə ola bilər. Yəni buna görə özümü sıxmıram ki, məsələn, ay mütləq məntiqli cümlə qur, ay mütləq elə belə. Ya, hiss oxumasıdır tarot. Hisslərimə əsasən danışıram. Düşüncələrimə əsasən kartları oxuyuram, formalaşdırıram, ifadə edirəm ki, bunun daha uğurlu ola biləcəyini düşünürəm. Öncədən açılım eləyəndə daha çox bunları önəmsəyirdim. Sonra zamanla fikrimi dəyişdim, daha məntiqli danışmağa çalışdım. Bir şey deyəcəm, fərq elədinizsə, məhkəmə kartı ikinci dəstədə də çıxdı. Deyə bilərsiniz ki, onlar yenə də, onlar hər hansısa bir-iki dəstəni də izləyən olar. Bir enerji, bir kart necə hər iki dəstədə də çıxa bilər deyə bilərsiniz. Demək ki, bu dönəm daha çox karmik durumların, məhkəməlik durumların və yaxud da götür-qoy mövzularının, hesablaşmaların olduğu dönəmdir. Əməlli burada hesablaşma var. Əməlli burada ilahi ədalətlə əlaqəli mövzular var. Və burada da biz deməli para şövalyemizi görürük. Bəyaq da çıxmışdı. Bəyaq burada çıxmışdı birinci açılımda. Aha, kupa onlu, şükür. Aha, kupa 4'tü. Başıma da ağrı girdi bu arada. Para 8'li. Yine kılıç ikili. Düşündürücü. Yeni geldi, son kart kılıç ikili çıxdı. Bunun əsasında bir yorumlama eləyəcəm. Böyük ehtimal ki siz, bir mövzuda düşüncələrə dalırsınız və yaxud da həyatınızla bağlı. Hətta bu ailə ilə bağlı ola bilər, bu sizin hərəkətləriniz və yaxud da zehninizdə olan hesablaşmalarla bağlı ola bilər. Sanki günün sonunda tam olaraq bir fikir sahibi ola bilmirsiniz. Çünki iç səsiniz həm yaxşı söz şəkildə danışır, həm də sanki daha fərqli bir şəkildə danışır. Siz sanki ortaq nöqtəyə gələ bilmirsiniz. Mən necə ikisini də bir görüm? Axı həm bu var, həm bu var kimi yanaşırsınız. İkisi də başlı başına önəmli bir fikirdir kimi düşünə bilərsiniz. Və mən buna görə də əsəbiyəm, yorğunam, daha soyuqqanlı davranmağa çalışıram, bir qərar alana kimi daha dərindən düşünməyə çalışıram ki, bir fikir sahibi olum deyə düşünə bilərsiniz. Bəzi gözlədiklərim gecikir və bu məni yorur, tükədir. Nə qədər ahəngli olmaq istəsəm də, nə qədər ədalətli olmaq istəsəm də, bəzi şeylərin gecikməsi artıq məni yorur kimi bir düşüncəyə sahibsiniz burada. Amma mənim diqqətimi nə çəkdi? Burada bir tərəzi kartımız var. Burada da bir tərəzi kartımız var. Burada bir qılınc kartımız var. Estağfurullah, qılınc simvolumuz var. Kartda simvol var, pardon. Burada da bir qılınc simvolu var. Düşündürücü. Hətta burada da bir qılınc simvolu var. Dəqiq qərar verilməlidir artıq. Vaxt yetib kimi bir enerji alıram buradan. Olan olub, bitən bitib, artıq dəqiq qərar verilməli və irəlilənməlidir. Həyatınızda sizə ədalətsizlik edənlər, sizi yoranlar,
öz aqressiyası ilə, öz sərt sözləri ilə qəlbinizi qıranlar, sizin doğru düşünməyinizə mane olan insanlar və yaxud da sizin inkişaf eləməyinizə, yüksəlməyinizə icazə verməyən insanlar, maddi mənəvi sizi yoran, tükədən, ailə içində münaqişəyə səbəb olan və ya ailə içindəki rahatlığınızı pozan insanlardan artıq uzaqlaşmalı olduğunuz bir dönəm olduğunu düşünürəm. Sizin həqiqətən nə istədiyinizi və nə arzuladığınızı tapmağınız, öz əsəblərinizi daha biraz sakitləşdirməli olduğunuz və daha cilovlamalı olduğunuz, özünüzü xoşbəxt edəcək fikirləri, hisslərə fokuslanmalı olduğunuz və əmək verib əməyinizin qarşılığını alacağınıza və zamanla işinizdə təkmilləşəcəyinizi düşünməyiniz bu dönəmdə sizin üçün daha yaxşı olar deyə düşünürəm. Hansı mövzuda iş görürsünüzsə, bu mövzuda özünüzü inkişaf etdirməyə çalışın. Və əksəriyyətinizin bəzi ədalətsizliklərdən və ya istəksizliklərdən yola çıxaraq öz işinə, gücünə fokuslandığını da düşünürəm. Həyatınızdan nə çıxır? Burada da bir götür-qoy vardı, dəyərləndirmə vardı. Dəyərləndirərkən həyatınızda olanları daha obyektiv olmağa çalışın. Və bəzi fikirləri və yaxud da durumları tamamilə bitirmək zorunda deyilsiniz. Həyatınızdan biri çıxmırsa və yaxud da biri sizə çox təsir edirsə, etməli olduğunuz şey o insana qarşı baxış açını dəyişməkdir və yaxud da o insana qarşı yanaşım şəklinizi dəyişməkdir. Bir insanı həyatından uzaqlaşdıra bilmirsinizsə və yaxud da həyatınızda sizi yoran bir durumu bitirə bilmirsinizsə, o zaman ona qarşı olan yanaşımınızı dəyişməlisiniz deyə düşünürəm. Çünki yanaşımı dəyişmək sizi sakitləşdirəcək olan amildir. Qəlbən nə istəyirsinizsə, bunu düşünməli və buna yönəlməli olduğunuzu düşünürəm. Başqa. Əməklərinizin qarşılığında yavaş-yavaş da olsa kiçik-kiçik bərəkət alacağınızı və sonra birdən-birə istədiyiniz bərəkətə çata bilmə ehtimalınızın olacağını düşünürəm. Çünki indiyə kimi əmək vermirsən, nə əmək vermisənsə, nə əkərsənsə onu biçərsən enerjisinin olduğunu burada görürəm. Sən əmək ver, bir söz var, deyir, Allah deyir, səndən hərəkət, məndən bərəkət. Bu, o məsəldir. Bu dəstədə o məsəl daha çox basxındır. Düşündürücü. Bəs həyatınıza nə gəlir? Həyatınıza hər hansısa bir evlilik baş verə bilər həyatınızda. Hər hansısa bir nişan, türklər demiş, törən deyirlər. Bizdə nə deyirlər ona mən bilmirəm. Törən, hər hansısa bir event, hər hansısa bir ya əyləncə ilə əlaqəli bir söz, nişan, düyün deyirlər türklər. Bizdə necə ifadə olunur? Hər hansısa bir əyləncə, hər hansısa bir birliyin olması, hər hansısa bir nişan, evlilik, sizi xoşbəxt edəcək, orada əylənəcəyiniz, ailə üçün xoşbəxt olacağınız bir yer kimi düşünə bilərsiniz bunu. Və yaxud da sizin şəxsən orada olmaqdan zövq alacağınız, o hərəkətdən, o durumdan zövq alacağınız uğurlu bir durumun sizə gələcəyini mən deyə bilərəm. Həmçinin qəlbən nə qırılmısınızsa, nə narahat olmuşsunuzsa, bunun da ilahi axar tərəfindən qarşılığını görəcəyinizi düşünürəm. Yəni ki, siz fərqindəliyinizi yaşayın o mövzu ilə bağlı, nə yaşamısınızsa sizi nə narahat edirsə. Qalanını Allaha buraxın kimi düşünə bilərik bunu, Allaha həvalə eləyin. Başqa nə deyə bilərəm burada? Siz ədalətinizi, obyektivliyinizi itirməyin. Bax, digərləri ilahi axarlıqdır. Həyatınıza daha nə gələ bilər? Əgər fikriniz bir olsa və nə? Bunun üstünə dəstək çəkmək istəyirəm. Çünki qılıc ikilisi məni düşündürür. Bu dəstək ilə əlaqəli bir cümlə söz deyəcək olsam, ümumiləşdirici, nə deyərsən? Kartı tam onun üstünə atdı. Bu arada belə çəkmək istədim ki, kartların hərəkətini də görəsiniz. Allahu Əkbər, ay kartı. Ay kartı. Həyatınızda sizi qorxudan, narahat edən şeyləri fərq edin. Bəlkə də bəzi şeylər sizin düşündüyünüz qədər qorxunc deyil. Bəlkə də bəzi şeylər sizin illüziyanızdır. Bəlkə də bəzi şeylər sizin qorxularınızın əsasında, sanrılarınızın əsasında formalaşıb və siz belə düşünürsünüz. Və bu düşüncə durum sizi narahat edir.
Bəlkə də reallıq tam olaraq bundan ibarət deyil. Və siz hər şeydən öncə özünüzə baxın. Ətrafınızın yaxşı olmağını istəyirsinizsə, özünüzə yaxşı baxın. Siz özünüz nəsinizsə, ətrafa da onu yansıda və ətrafdakılar necədirsə, sizə də bunu yansıda bilərlər. Bunu unutmayın. Burada bir qız var, qızın əlində ayna var. Ayna yansımaqla əlaqəlidir. Ay suda deyil, gökyüzündədir. Reallığın həqiqətən sizin düşündüyünüz kimi olub olmadığına diqqət edin. Yəni ki, o deməkdir ki, sizin də doğru bildiyiniz şeylər bəzən yanlış və yaxud da fərqli formatda ola bilər. Bunu düzgün dəyərləndirin və özünüzü ruhdan salmayın, deyir dəstə. Həyatınıza gələn də böyük ehtimal ki, emosional fərqindəliklər olacaq. Bax, bu dəstədə belə bir dəstə idi. Ümidvaram ki, açılımımdan məmnun qalmısınız. Mənim üçün çox maraqlı bir dəstə idi bu ikinci dəstə. Kartlarımı qarışdırın. Mənim sizə verəcəyim məlumat bu qədər idi. Əgər siz də dəstə seslərinin davamiyyətinin olmağını istəyirsinizsə, açılımlarımı bir də görmək istəyirsinizsə, o zaman videonu bəyənib kanala abunə ola bilərsiniz ki, həm mənə dəstək olasınız, həm də ki, hər hansısa bir dəstə sesi istəsəz, mənə bunu deyə bilərsiniz. Mən əlimdən gələn qədər etməyə çalışaram. Nə zaman tapsam, nə zaman ürəyimə düşsə ki, həmin mövzuda açılım eləməliyik, həmin mövzulara bir açıqlıq gətirərik. Rəylərdə düşüncələrinizi və yaxud da uyumlandığınız nöqtələri yazmaqdan özünüzü geri qoymayın. Mən də bu kartlarımı arındırım, durum. Sağ olun, salamat qalın.